Siz de iştirak etdiyinizə görə hamınıza öncə bugün bizim mövzumuz müasir Gənclər arasında yerləşən dini tarixi abidələr haqqındadır. Əvvəlki mövzularda biz qədim ərazidə yerləşən tarixi abidələr haqqında məruzə etmişik. Bugün isə müasir Gənclər arasında yerləşən dini tarixi abidələr haqqında məruzə edəcəyik. Öncədən xahiş edirəm, mikrofonları söndürün, biz məruzəçiləri dinləyə bilək, zəhmət olmasa. Buyurun, Nalə xan. Ümumiyyətlə, qədim Gəncə ərazisi 1606-cı ildən etibarən sükuta qərq olmuşdur. Demək olar ki, Şah Abbas ümumiyyətlə Gəncə ərazisi gah Osmanlıların, gah Səfəvilərin əlinə keçmiş, bir-biri ilə mübarizə aparmışlar. 1606-cı ildə Şah Abbas yenidən Osmanlılarla mübarizə aparıb və Gəncəni ələ keçirir. Gəncəni ələ keçirdikdən sonra artıq qədim ərazi sükuta qərq olur və bundan sonra demək olar ki, Şah Abbas qərara gəlir ki, Gəncəni yenidən bərpa etməkdənsə də müasir əraziyə köçürmək daha məsləhətdir. Və Gəncə müasir əraziyə köçürülür, indiki müasir əraziyə köçürülür. İndiki müasir Gəncə ərazisində ən çox abidələrimiz dini tarixi abidələrdir. O dövrdə şərq aləmində hər hansı fatih bir yeri ələ keçirərkən həmin yerdə həm hamam, həm karvansara, həm də cümə məscidi tikdirərdi. Şah Abbas da belə edir. Gəncənin yeni müasir Gəncə ərazisinə köçdükdən sonra müasir Gəncə ərazisində hamam, karvansara və cümə məscidi inşa etdirir. Və bu abidələrin tikilməsində baş memar Şeyx Bəhauəddin Məhəmməd Amili böyük rol oynayır. Şeyx Bəhauəddin Amilinin layihəsi əsasında tikilən bu abidələr indiyənə kimi, bu günümüzə kimi gəlib çatmaqdadır. Bu abidələrin içərisində məscid, ibadət salonu 4 otaqlı kvadrat şəkilli idi və onun üzərində kümbərdir. Məscidin içərisində minbər var. Minbər palıd ağacından hazırlanmışdır və bu palıd ağacının üzərində müxtəlif rəsmlər təsvir olunmuşdur. Bu o dövrdə sənətkarların, rəssamların böyük əməyindən xəbər verir. Demək olar ki, içəridə otaqda zehlər vardı. Həmin zehlərdə mədrəsələr yerləşir və orada dini təhsillər, dini dərslər keçirilirdi. Məscidin önündə isə demək olar ki, minarələr ucalır. Minarələr Şah Abbas məscidinə daha demək olar ki, əzəmət verirlər. Həmin minarələr məsciddən 200 il sonra inşa olunmuşdur və hal-hazıra kimi həmin minarələr qalmaqdadır. Bu dövrdə demək olar ki, Gəncədə Şah Abbas Gəncənin müasir Gəncə ərazisinə köçdükdən sonra Gəncə ərazisində müxtəlif məhəllələr salınır. Həmin məhəllələr demək olar ki, Qırıqlı məhəlləsi, Zərrabi məhəlləsi, Ozan məhəlləsi. Bu məhəllələr ya demək olar ki, əhalinin peşə sənətlə əlaqədar idi, ya da ki, məkanla bağlı adlandırılırdı. Həmin dövrdə salınan məscidlərin çoxu hər biri bir hadisənin şahididir. Məsələn, o dövrdə Ozan məscidi salınır. Ozan məscidi 1784-cü ildə inşa olunubdur və buna Hacı Abbaslı məscidi də deyirlər. Bu məscid, Hacı Abbaslı məscidi demək olar ki, həmin məhəllədə yaşayan bir nəfər varlı insandır və həmin insanın demək olar ki, təşkilatçılığı ilə məscid tikilibdir. Və bu məscidin demək olar ki, tarixi bir hadisə ilə əlaqəsi vardır. Demək olar, minlərlə pənah apararaq Ozan məscidində gizləniblər və bunu bilən erməni və ruslar məsciddən çıxmağa qoymuşlar, qapını da bağlı saxlayıblar. Bu hadisə Ozan məscidi eyni zamanda bir genosidin demək olar ki, genosidin sübutudur və genosid hadisəsini xatırladır. O dövrdə salınan abidələrdən biri Balabağma məscididir. Balabağma məscidi 1884-cü ildə tikilmişdir və bu məscidə Hacı Kərim məscidi də deyirlər. Hacı Kərim məscidi ona görə deyirlər ki, həmin məscid də Hacı Kərim adlı bir nəfərin təşkilatçılığı ilə tikilibdir. O dövrdə məscidlər demək olar ki, ya əhalinin
demək olar ki, təşkilatçılığı ilə ya da hər hansı bir varlı insanın iştirakı ilə tikilirdi və ona görə də onların adı ilə bağlı olaraq eyni adla adlanırdı. Balabağlı məscidi hazırda Fatma Zəhra xanımlar cəmiyyəti yerləşir və Fatma Zəhra xanım qadınlar cəmiyyətində qadınlar dini ayinlər keçirir və burada demək olar ki, ancaq dini ayinlər keçirilir və ən çox da oruçluq vaxtı və yaxud da ki, müxtəlif ayinlər vaxtı əhaliyə köməklik göstərirdilər. Bunların rəhbəri qadın, demək olar ki, Həsənova Zemfira xanımdır və qadınlar cəmiyyətinin qadınlar cəmiyyəti fəaliyyət göstərir. Bu dövrdə demək olar ki, məscidlərin ruhu demək olar ki, Xəlifəli məscidinin günbəsi məscidi, orada da 2 nömrə Mədəniyyət TV yerləşir hal-hazırda. Məscidsizdir və belə günbəsiz məscidlər bir sözlə sanki demək olar ki, Qazax məscidlərini xatırladılar. Həm də sünnilərlə bağlı idi. Sünnilərdə günbəz olmamış, onlar günbəssiz olmuşdu. İmamlı məscidində demək olar ki, başqa cür də adlandırırlar. Deyirlər ki, bu İmamlı məscidindən yol keçirdi, İmamzadaya tərəfdir. İmamlı yol, ona görə də İmamlı adlanır. Lakin başqa mülahizələrə görə isə İmamlı imam sözündən olub, imam rəhbər deməkdir, molla deməkdir. Ona görə də bu məscid İmamlı adlanırdı. Onun rəhbəri İmamlı idi. Ən çox da bu sünni tayfalarında, sünnilərdə belə adlanırdı. O dövrdə 1825-ci ildə Gəncədə daha bir məscid tikilmişdi. Bu məscid də Hüseyniyyə məscidi adlanır. Hüseyniyyə məscidi Bəhrəm Mirzənin qızı Səbiyyə xanım tərəfindən vəqf edilibdi və bu məsciddə ən çox tatlar üçün tikilmişdi və Tatlar məscidi də deyirlər bu məscidə. Burada ən çox Hüseyn mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu. Sonralar isə bu məsciddə Nizami Puşkin kitabxanası kimi istifadə olunurdu. Nizaminin Puşkinin əsərlərini yaymaqdan ötürü, təbliğ etməkdən ötürü istifadə olunurdu. Bu dövrün demək olar ki, Gəncədə təkcə müasir Şərəfxanlı var, Şərəfxanlı abidəsi var. Bu abidə də 1915-ci ildə, 20-ci əsrin əvvəllərində tikilir. Şərəfxanlı sırf məscid deyil, bu məscid mədrəsədir. Burada ən çox dini dərslər keçirilir. Bu dövr demək olar ki, 19-cu əsrdə tikilən məscidlər çox idi və bunlar da hər bir məscid məhəllənin adı ilə adlandırılırdı. O dövrdə bircə təzə vaxtı Şah Abbas məscidi tikilən vaxtı ancaq Şah Abbas məscidi fəaliyyət göstərirdi və bu məscid cami adlanırdı. Cami böyük məscid deməkdir, böyük məscid deməkdir və şəhərin yerlərindən də əhali bu məscidə başladı, tikilməyə başladı. Bu da demək olar ki, hamısı demək olar ki, sıxlıq üçün daha möhkəm, mühüm şərait yaradır. Gəncədə yalnız dini məscidlər deyil, eyni zamanda xristiyan məbədlərdə, xristiyan kilsələr də var. Bunlardan biri Rus Pravoslav kilsəsidir, 1887-ci ildə inşa olunubdur. Hazırda da yenə bu günə kimi Gəncədə olan ruslar üçün kilsə kimi fəaliyyət göstərir. Bundan başqa var Rus Aleksandr Nevski kilsəsi, o da 19-cu əsrdə inşa olunubdur. Aleksandr Nevski kilsəsi demək olar ki, Alman memarlığı üslubunda hazır tikilmişdi, inşa olunmuşdu. Mənim sizə verəcəyim məlumat qısa olsa, çox danışmaq olar, ancaq mən sizə qısa məlumat verirəm və istəyirəm ki, sözü həmkarlarıma verim və həmkarlarım da öz çıxışlarını desinlər. İlk növbədə sözü verirəm Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Allahverdiyeva Gültəkinə. Gültəkin xanım, siz buradasınız? Gültəkin xanım. Bəli, Nalə xanım, eşidirsiniz məni?
sizə verək. Buyurun danışın, biz sizi məmnuniyyətlə dinləyirik. Çox sağ olun Ailə xanım, söz verdiyinizə görə. Təşəkkür edirəm sizə. Bütün tədbir iştirakçılarımıza salamlayıram. Gerçəkdən də mövzu çox maraqlıdır. Gəncəmizin tarixi ilə bağlı çox məsələlərə belə deyək də diqqət yetirmək olar. Amma bugünkü mövzumuz dini memarlıq abidələri haqqındadır və mən də qısaca da olsa Qədim Gəncənin dini memarlıq abidələri, məscidləri və türbələri haqqında bir məlumat vermək istərdim. Qədim Gəncə Aran Memarlıq Məktəbinin inciləri olan zəngin dini memarlıq abidələri ilə tanınır. Əsasən bişmiş qırmızı kərpiçdən inşa edilən bu abidələr sırasında xüsusi olaraq 14-cü əsrə aid İmamzadə türbəsini, siz qeyd etdiyiniz kimi Şah Abbas Cümə məscidini xüsusi qeyd etmək olar. Bundan əlavə olaraq Cavad xan türbəsi, Səbiskər qəbristanlığında 17-dən çox türbə və digər abidələri şərq memarlıq üslubunu əks etdirdiyini nəzərə alsaq, onları dəhnədə xüsusi qeyd etmək vacib hesab edirəm. İlk öncə olaraq mən İmamzadə türbəsi haqqında bir-iki kəlmə demək istəyərdim. Çünki şəhərimizi ümumiyyətlə nəinki respublikamızın kənarlarında, uzaq sərhədlərimizdən minlərlə kilometr uzaqda olan soydaşlarımızı, İslam dininə mənsub olan şəxslərimizi, yəni ümumiyyətlə müsəlmanların tanınmış ziyarətgahlarından biri hesab edilən İmamzadə türbəsinin dəhnədə adını qeyd etmək vacibdir. 8-ci 14-cü əsrlərə aid edilən İmamzadə türbəsi haqqında Göy İmam məscidi kimi də tanınır. Yəni konkret olaraq İmamzadə haqqında danışarkən demək lazımdır ki, ümumiyyətlə Gəncə şəhərinin bir yaşayış məskəni kimi müəyyən edilməsində İmamzadə türbəsi mühüm əhəmiyyətə malikdir. Belə ki, 739-cu ildə Şia İslamında 5-ci imam hesab edilən İmam Məhəmməd Bağırın oğlu Şahzadə İbrahimin vəfatından sonra onun qəbri üzərində ucaldılmış bu ziyarətgah bir tərəfdən Gəncənin hələ erkən orta əsrlər dövründə qədim tarixə, zəngin dövlətçilik ənənələrinə malik bir mərkəz olmasını və eyni zamanda yerli əhalinin yüksək mədəni dəyərlərə, əsrlərə isnad edən sənətkarlıq ənənələrinin burada təntənəsini göstərirdi. Yəni konkret olaraq bu abidəni bir ziyarətgah kimi, bir dini mərkəz kimi qəbul etmirik. Bu möhtəşəm bir memarlıq abidəsidir. Həmin dövrün, orta əsrlər dövrün ustalarının, yəni belə deyək də, özünə məxsus üslubda işlənmiş naxışları, əsrlər boyudakı bu ərazilərə insanların, tacirlərin, sənətkarların, ümumiyyətlə zəvvarların cəlb olunması üçün, yəni İmamzadə kompleksi belə deyək də şəhərimizə daha çox insanların gəlməsini burada təmin edirdi. Gəncə İmamzadəsinin əhəmiyyətini şərtləndirən mühüm göstəricilər sırasında ən önəmli keyfiyyətlərinin biri də onun yalnız türbə, İmamzadə kimi mövcudluğu olmamışdır. Gəncə İmamzadə abidəsi bütün bir dini və tarixi memarlıq kompleksidir. Bu dəyərli məkan İmamzadələr üçün səciyyəvi olan cəhətlərə malik olmaqla yanaşı, tarixən türbə kimi inşa edilmiş, ətrafında sonralar müxtəlif əsrlərdə digər dövrlərə aid olan abidələr də ucaldılmışdır və böyük bir qəbristanlıq kompleksi burada salınmışdır. Və bugünkü gündə də İmamzadə kompleksinə dövlətimiz tərəfindən diqqət çox böyükdür. Bərpa işləri burada yekunlaşmışdır. Yəni şərq üslubuna və ümumiyyətlə Aran məktəbinin bariz nümunəsidir. Yəni konkret olaraq binanın belə deyək də İmamzadə kompleksinin həm daxili, həm xarici, yəni görkəminin sırf Aran burada memarlıq məktəbinin belə deyək ənənələrinin qoruyub saxlanması abidənin əhəmiyyətinin nə qədər böyük olduğunu bir daha bizim üçün təsdiqləyir. Mən qısa olaraq abidələr və türbələr haqqında məlumat verəcəm Nalə xanım. Ona görə də İmamzadə kompleksi və yəni burada kompleksinin incəliklərini daha geniş dəhnədə şərh etmirəm də. Yəni bunu da nəzərə alasınız. Bundan başqa mən Səbiskər qəbristanlığındakı türbələrimiz haqqında da bir-iki kəlmə danışmaq istəyərdim. Ümumiyyətlə Səbiskər kompleksi qəbristanlığı bir Gəncəli üçün mənim üçün çox əhəmiyyətlidir. Çünki mən yerli Gəncəli olduğum üçün mənim ulu babalarım, nənələrim, yəni qohumlarım belə deyək də bu qəbristanlıqda uyuyur və konkret olaraq qəbristanlığın özü bir tarixi memarlıq bir abidəsidir. Çünki burada 17-dən çox qədim, fərqli formada kümbəzlərə malik olan türbələr var və hər zaman da ziyarətə getdikdə
O türbələri deknədi biz görürük, hamımız görürük və onların üzərindəki olan naxışları, onlar hər bir türbənin özünə məxsus bir üslub formasının, əslində bir incəliyinin olmasını da orada xüsusi deknədi vurğulamaq mümkündür. Yəni zaxirən də, gözlə də deknədi müşahidə etmək mümkündür. Gəncədə yaşı əsrlərə dayanan Səbiskər qəbristanlığı həm də türbələrin sayının və çoxluğunu nəzərə alaraq yerli əhali tərəfindən bildiyimiz kimi türbələr səltənəti adlandırılır və qədim zamanlardan günümüzə qədər gəlib çıxan bu məzarlıqlarda şəhərin nüfuzlu şəxsləri, ictimai xadimlər və tanınmış nəsillərin nümayəndələri dəfn olunubdur. Ümumiyyətlə, bu qəbristanlığa Səbiskər adının verilməsinin də xüsusi bir tarixçəsi var ki, bu haqda da düşünürəm ki, tədbir iştirakçılarının məlumatı var və deyilənə görə, yəni ərazidə zamanında göy-göyərtin becərilməsi ilə məşğul olan insanlar yaşamışdır. Bağbostan olduğuna görə də bu yerin adı deknədi ilə Səbiskər qalmışdır. Burada əsrlərin yadigarı olan 17 türbə yerləşdirilir, yerli əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Həmin türbələr və sərdabələr burada dəfn olunan şəxslərin, nəsillərin adları, soyadları ilə deknə tanınır. Bu tikililərin hamısı Gəncə memarlığına xas olan bişmiş deknədi, kərpiçdən, qırmızı kərpiçdən inşa edilmişdir və bütün türbələrin üstündə günbəzlər deknədi mövcuddur. Qapı pəncərəsi, divarların deknədi burada naxışlanması, eləcə də beş uclu, yastı, yarım dairəvi və digər günbəzlərin olması burada dini memarlıq üslubu baxımından türbələrin fərqliliyini bizə bir daha göstərmiş olur. Səbiskər bu günə dək Gəncənin tarixinin belə deyək də özündə yaşadan bir abidə bir kompleksidir. Şərq memarlığının elementlərini özündə birləşdiyi üçün də nəinki təkcə Gəncə, Azərbaycan və mən deyərdim ki, ümumiyyətlə bütün belə deyək də İslam aləmi üçün də İslam mədəniyyətinin incisi kimi türbələrin deknədə öyrənilməsində mütəxəssislərin də diqqətini özünə cəlb edən bir kompleksdir. Siz Şah Abbas məscidi haqqında çox geniş və ətraflı məlumat verdiniz. Mən sadəcə olaraq orada iki məsələni qeyd etmək istəyərdim. Bildiyimiz, yəni mən təkrarçılığa yol vermək istəmirəm. Biz hamımız bilirik ki, 1606-cı ildə Şah Abbasın göstərişi ilə inşa edilmiş bir sıra deknədir Gəncə şəhərində abidələr mövcudduydu. Karvansara kompleksinin adını çəkmək olar. O cümlədən də Şah Abbas məscidi və dəfələrlə zəlzələlərin olmasına baxmayaraq, misal üçün 1826, 61, 67, 70-ci illərdə ümumiyyətlə əsrimizin 20-ci əsrin əvvəlində, məsələn 1903, 8, 10-cu, 38-ci illərdə dəfələrlə baş vermiş zəlzələlərə baxmayaraq, yəni bu kompleks zərər görməmişdir, əsaslı zərər görməmişdir. Və bu da bir daha deknədi abidənin nə qədər keyfiyyətli olduğunu və ustaların deknədi burada işlətdiyi materialların nə qədər belə bu abidəyə xüsusi diqqətdən də irəli gəlmişdir. Və bir də ki, çox keyfiyyətli deknədi burada inşaat materiallarından da istifadə edilmişdir. Mələk xanım, siz qeyd etdiniz ki, burada yəni ümumiyyətlə abidənin özünün belə deyək də 12 kiçik hüceyrəsi mövcuddur. Məscid binasının deknədir, möhkəmliyi, minarələr haqqında məlumat verdiniz. Məsəl üçün, minarələrin hündürlüyünün 22 metr olduğunu da qeyd etmək istəyirəm. Və burada mənim şəxsən diqqətimi cəlb edən çökək hamam, yəni hamamdır. Məscidin həyətindəki Şah Abbasın dövrünə aid edilir. Yəni onun əmri ilə inşa edilmiş çökək hamam xüsusi əhəmiyyət kəsb edir. Düzdür, bir memarlıq abidə kompleksinin bir tərkib hissəsidir. Amma çökək hamamın özünün də deknədi bir memarlıq üslubu və forması üçün, yəni formasını araşdıran mütəxəssislər onun bir unikallığını deknədi qeyd etmiş olur. Və hal-hazırda bildiyimiz kimi çökək hamam muzey kimi fəaliyyət göstərir. 2002-ci ildən bildiyimiz kimi beynəlxalq əhəmiyyətli mədəniyyət abidələri statusu almışdır və UNESCO tərəfindən yəni müdafiə, yəni qorunan abidələr sırasına daxildir. 2003-cü ildə yəni çökək hamam daha doğrusu yəni hamamda bərpa işləri yekunlaşmışdır və ümumiyyətlə yəni bugünkü gündə Gəncə şəhərinin unikal abidələr sırasına daxildir. O ki qaldı Şah Abbas məscidinin özü, yəni bildiyiniz kimi 91-92-ci illərdə
məsciddə təmir bərpa işləri aparılmışdır və bildiyimiz kimi bu məscidin və çökək hamamından əlavə burada mədrəsə yəni fəaliyyət göstərmişdir zamanında. Abidənin çox möhtəşəm bir kitabxanası mövcud olmuşdur. Lakin 30-cu illərdə yəni məhv edilmişdir. Məscidin güney tərəfində isə xan qəbristanlığı yerləşib və Cavad xanın qəbri də dəfnədi elə buradadır. Və konkret olaraq qeyd etmək lazımdır ki, bu abidələrdən danışırıqsa da biz Cavad xanın türbəsi haqqında da xüsusi dəfnədir. Burada bir-iki kəlmə qeyd etmək, yəni söz demək məcburiyyətindəyik, vacibdir daha doğrusu. Hələ SSR dövründə dəfnədir. Məscidin həyatında bir fəvvarənin dəfnədi qurulması ilə bağlı aparılan qazıntı işləri nəticəsində burada bir məzar daşı aşkarlanmışdır və mənbələrdən də məlumdur ki, bu məzar daşının üzərindəki yazıları oxuduqdan sonra bəlli oldu ki, bu Cavad xana aid dəfnəli bir məzar daşıdır və beləliklə də artıq Cavad xanın özünün də Şah Abbas məscidi kompleksinin həyatında dəfn olunması fakt kimi təsdiqlənmişdir. Və 2005-ci ildə Heydər Fondu dəstəyi ilə məzarın üzərində xana layiq türbə inşa edilərək Cavad xan türbəsi əbədləşdirilmişdir və bugün də o türbələr sırasında, yəni xüsusi özü üçün, yəni özünün də layiqli bir yerində tutmuşdur. Biz əgər bir türbə və ümumiyyətlə bu məqbərələrdən danışırıqsa da, sonda mən Nizami Gəncəvinin məqbərəsi haqqında da bir-iki kəlmə demək istəyirəm. Bildiyiniz kimi Nizami məqbərəsi belə deyək də, Gəncə şəhərinin ümumiyyətlə bir vizit kartı hesab olunur. Yəni, konkret olaraq şəhərimiz haqqında danışarkən, şəhərimizi təqdim edərkən, ilk öncə nə ilə Nizami məqbərəsinin burada Şah Abbas məscidi qədər Nizami məqbərəsinin də adı və onun foto illüstrasiyaları da çox məşhurdur. Nizami məqbərəsi 20 metr hündürlüyündə, silindrik formada, mərmər bina və ətrafındakı parkdan ibarətdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən Tunçdan abidə yəni ucaldılmışdır. Nizaminin köhnə türbəsini haqqında danışarkən qeyd etmək lazımdır ki, şərqşünas akademik Bartold yəni ilk rəsmlərdə, onun çəkdiyi rəsmlər yəni bizə o qədim belə deyək də məqbərənin ilkin forması haqqında bizə məlumat verir. Digər başqa burada məlumatdan danışırıqsa da Abbasqulu Ağa Bakıxanovun adını çəkmək lazımdır ki, Gülüstan-ı İram əsərində Nizami məzarı haqqında o da məlumat vermişdir və bildiyimiz kimi 1903-5-ci illərdə çəkilmiş bir yəni rəsm əsəri də mövcuddur ki, yəni burada Hüseyin xan Rızazadə tərəfindən naturadan çəkilmiş bir yəni şəklin əsasında bir akvarel rəsmdə işlənilmişdir və hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Bundan əlavə olaraq bir məsələdə diqqət yetirmək istəyirəm ki, 1922-ci ildə Nizaminin məzarı açılmış və onun qalıqlarının Gəncə şəhərində dəfn olunması nəzərdə tutulmuşdur. Lakin yəni, o dövrki rəhbərliyin burada səyi nəticəsində mi deyək və yaxud da ki, etirazı nəticəsində yəni, bu məsələ həyata keçirilməmişdir. Ondan sonra Nizaminin türbəsinin bərpa edilməsi məsələsinə bir də 1925-ci ildə baxılmışdır. Bura bir ekspedisiya göndərilmişdir və bildiyimiz kimi tədqiqatların nəticəsində, yəni 1932-ci ildə məzarın üzərindəki, belə deyək də, məzarın üzərində və ümumiyyətlə məzarın yerində aparılan araşdırmalar nəticəsində bir xatirə daşı qoyulur ki, təsdiqləyir ki, burada daxi şairimiz dəfn olunubdur. Və nəticə etibarilə yəni biz ümumiyyətlə konkret olaraq yəni bu 1940-cı ildə Nizaminin məzarı üzərindəki məqbərənin yəni, ucaldılması məsələsinin bir daha gündəmə gəlməsinin şahidi oluruq və konkret olaraq yəni, qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin 20-ci əsrin 70-ci illərində ölkəyə rəhbərlik etdiyi bir zamanda daxil şairimizin 840 illik yubileyi yəni, əlaqədar yəni, böyük bir təntənəli tədbirlərin keçirilməsi məsələsi yəni, aktuallaşır və o Moskva qarşısında yəni, belə bir məsələni qaldırır ki, şairin özünə layiq olan bir möhtəşəm abidə məqbərə ucaldılmalıdır. Və konkret olaraq yəni, burada bütün bu belə deyək də ermənipərəst və digər
bu da qüvvələrin, yəni mənfi qüvvələrin səylərin nəticəsində istənildi ki, konkret olaraq yəni bu abidənin reallaşmasını erməni memarlarının dəfnədir, burada sərəncamına verilsin. Lakin məhz Heydər Əliyevin təkidi nəticəsində yəni bu layihənin işlənilməsi və abidənin dəfnədi ucaldılması bu memarların Azərbaycan memarlarının burada yəni Gəncə memarlarının sırasında biz Fərman İmamquliyevin adını, heykəltaraş Qorxmaz Sucəddinovun adını xüsusi qeyd edirik ki, məhz onlara dəfnə həvalə olundu və bugünkü gündə o möhtəşəm abidəni biz konkret olaraq dəfnədi görürük. Yəni məhz onların layihəsi əsasında bu abidə ucaldılmışdır. 20,9 metr yəni hündürlüyündə bir abidə kompleksi ucaldıldı ki, bu məqbərə Gəncənin simvoluna çevrildi. Baxmayaraq ki, qısa bir müddət ərzində, yəni belə deyək də, məsələnin həyata keçirilməsi üzərində çalışılmışdır və bu işlərin dəfnədə yekunlaşması məsələsi bir qədər dəfnədə artıq 90-cı illərin əvvəlində baş verən hadisələri də yəni nəzərə alsaq, konkret olaraq dəfnədə abidənin bərpa işləri, abidə üzərindəki olan yəni o tikinti işlərinin, bərpa işlərinin yəni tamamlanması bir qədər dəfnədi burada təxirə salındı. Yəni bu da konkret olaraq dəfnədi o dövrün abu havası ilə, siyasi dəfnədi vəziyyəti ilə əlaqədar idi. UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunmuşdur və məhz həmin dövrdə yenidən bu dəfnədi, bu abidə kompleksi üzərində, yəni belə deyək də, diqqət bir daha dəfnədi cəmləşmişdir. Və 1992-ci ildə təmir işləri, yəni layihə əsasında aparılan təmir işləri başa çatdırılmışdır və konkret olaraq yəni qeyd etmək lazımdır ki, məhz yalnız 2011-ci ildə Nizami Gəncəvinin 870 illik dəfnədi yubileyi ərəfəsində konkret dəfnədi burada şairin məqbərəsini yenidən, yəni belə deyək də, bərpa işləri ilə və yenidən dəfnədi orada əlavə təmir işlərinin görülməsi məsələsi, yəni yekunlaşdıqdan sonra 40 ölkədən çox, burada 40 ölkədən gələn 150-dən çox, yəni şərqşünas və nizamşünas alimlərin yəni iştirakı ilə yenidən dəfnədir. Bu abidə dünya üçün dəfnə açıq oldu. Yəni konkret olaraq bir daha dəfnədir. Biz öz şairimizə layiq olan dəfnədi abidəni dünyaya dəfnədi tanıtmış olduq. Vaxtınızı çox almaq istəmirəm. Yəni abidə haqqında biraz çox danışmaq olar. Yəni nəzərdə tutdum ki, qısa da olsa Gəncənin ən məşhur dəfnədi abidə kompleksləri, dini memarlıq abidə kompleksləri haqqında yəni bir məlumat verim. Təşəkkür edirəm diqqətinizə görə. Düşünürəm ki, bizi dinləyən ümumiyyətlə tədbir iştirakçıları üçün də məlumatlar dəfnə belə deyək də maraqlı oldu. Çox sağ olun diqqətinizə görə. Təşəkkür edirəm. Üzrlə hesab edin, bizim başqa bir universitetlə bağlı özümüzün də tədbirimiz olduğu üçün mən dəfnədi biraz bu çıxışımı qısaltmaq məcburiyyətində qaldım. Çox sağ olun. Gültəkin müəllimə salamlayıram sizə. Çox sağ olun. Geniş və ətraflı məlumat verdiniz. Öz rəhbərliyimiz Vüsal müəllim adından, əməkdaşlarımız adından çox sağ olun ki, müəllimə hər zaman dəvətimizi qəbul edirsiniz və biz gənclərdə əlbəttə sizlərdən bəhrələnirik, sizlərdən nəsə öyrənirik. Çox sağ olun. Bu iclasınız var eyni zamanda. Yəni dəvətimizi qəbul elədiniz müəllimə. Çox sağ olun. Ona görə də bilirsiniz ki, yəni çox tələsik, yəni biraz belə qısa da oldu. Yəni xeyr, çox geniş şəkildə məlumat elədiniz müəllimə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Müvəffəqiyyətlər arzu edirəm. Sağ olun. Çox sağ olun müəllimə. Təşəkkür edirik biz də sizə rəhbərliyimiz adından, öz adınızdan. Sağ olun. Mən sizə təşəkkür edirəm. Sağ olun. Buyurun. İndi də tədbirimizin iştirakçısı Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının baş müəllimi söz verdik. Buyurun Nərgiz xanım. Salam Nayli xanım, xoş gördük hər birinizi və tədbir iştirakçılarını xoş gördük. Təşəkkür edirəm mənə də bu konfransda
verdiyiniz üçün minnətdaram. E, Mövzumuz çox aktual bir mövzudur. Müasir Gəncə ərazisində yerləşən dini abidələri həm son illiklərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri ilə Azərbaycanın mənəvi paytaxtı hesab olunur. Şəhərdəki müasir dini abidələr dedikdə həm tamamilə yeni inşa olunan tikililər, həm də qədim abidələrin müasir texnologiyası və memarlıq üslubu ilə əsaslı şəkildə yenidən qurulmuş nümunələri nəzərdə tutulur. Və Nizami Yurdu Gəncə şəhərində qədim abidələrdən biri də Şah Abbas məscidi haqqında mən dini məlumat vermək istəyərdim. Gəncə şəhərinin ən mühüm və belə deyək, dəyərli dini memarlıq abidələrindən biri də Şah Abbas məscididir. Məscid 1606-cı ildə Səfəvi hökmdarı 1-ci Şah Abbasın əmri ilə məşhur memar Şeyx Vahidin Məhəmməd Amili tərəfindən tikilmişdir. 17-ci əsr Azərbaycan memarlığının incisidir. Yumru ağ əhəng qatışı ilə biçilmiş qırmızı kərpicdən inşa edilmişdir və möhtəşəm abidə deyək ki, şəbəkəçilik sənətinin nadir nümunəsi olan palıd minarə və tarixi abidələrə malikdir. Məscidin binası Gəncədə 19 və 20-ci əsrlərdə baş verən zəlzələyə tab gətirilmişdi. Hətta abidə xüsusi memarlıq üslubunda tikilib. Belə ki, günorta binanın günbatan divarına düşən kölgə itir. Bu isə zöhr namazı vaxtını bildirir. Məscidin bir günbəzi və iki qoşu minarəsi var. Minarələr fərqli tarixlərdə ucaldılıb və hündürlükləri 22 metrdir. Yerli sakinlərin sözlərinə görə minarənin biri Çar Rusiyasının artilleriya atəşi nəticəsində zədələnib, lakin sonradan bərpa edilibdir. 1924-cü ildə Gəncə tütün fabrikinin sahibi Hacı Əli şəxsi hesabına məscidin günbəz və damına dəmir üzüklər çəkdiribdir. Həmin vaxtdan bu günədək aparılan təmir işlərində dəmir üzlüyə toxunulmayıbdır. İbadətgahın minarələri Cavad xan tərəfindən palıd ağacından düzəldilib və 9 pilləlidir. Məscidin pəncərələri rəngli şüşələrdən ibarətdir. İbadətgahın həyətində Şah Abbasın dövrünə aid hamam da var. Hazırda hamam muzey kimi qorunur və ibadət evinin giriş qapısı üzərində 2 kitabə var. Onlardan biri fars, digəri